Qulamov Fərhad İbrahimoğlu, şəhid Qulamlı Afiq Fərhadoğlu'nun atasıyam. Afiq ailənin son beşiği olub, 1996-cı ildə Xırdalanda anadan olub. 2015-ci ildə qutardı əskərliyi. Naxçıvanın Şahbuz rayonunda əskərlik çəkdi gəldi. Ondan sonra bu 20-ci ildə özü könüllü yazılıb. İdmana çox həvəsi var idi. Uşaq da indiki uşaqlar güləşə gedirlər, karatəyə gedirlər. Belə həvəsi var idi, idmana da həvəsi var idi. Gözündə qorxu yox idi. Hara göndərsən gecə vaxtı gedib gəlirdi. Axırıncı dəfə mən həyətdə oturmuşdum. Elə bir qaynımın oğlu Yasamaldan zəng elədi ki, Afiqin nömrəsini istəyirlər. Yasamal voyinkomatından. Bu da Kuxunada çörək yiyirdi. Simenə gedəcəkdi saat 8-də. Axşam simeninə. Elə oradan pəncərədən qışqırdı ki, ver nömrəmi, ver. Zəng verib o da nömrəni, zəng elədilər ona. Qardaşı apardı, qoydu 20 yanvarı. Deyirlər, 20 yanvarda gözləyirik. Dostları da dedi ki, Fərhad əmi könüllü yazılmışdı. Apardı, avtobusda çəkilişdə də var. Avtobusdan ər eləyir, mindi avtobusa, bura Perekeşgül çastı var burada, ora gətirdilər. Hardasa bir həftədən sonra apardılar müharibəyə. Elə bir 21-i çağırdılar, apardılar onu. Bir həftə təlim keçəndən sonra apardılar müharibəyə. Telefonla danışırdıq, bəli. Telefon ancaq ki, getdim mən görüşməyə, dedilər görüş olmaz. Telefonunu apardım, verdim, öz telefonunu. Orada uşaqların telefonu ilə danışırdı, öz telefonunu sonradan apardım, verdim. Mən Qulamova Kifayət Yasəf qızı, şəhid Afiq Qulamlının anasıyam. Afiq Qulamlı 1996-cı ildə dünyaya gəlib Xırdalan şəhərində. 9 nömrəli məktəbdə oxuyub Xırdalan şəhərində. 3 uşaqdır, bir qız, 2 oğlan, evin son beşiyi idi Afiq. Özü könüllü yazılıb. Afiq dəcəl idi, o biri sakit idi. O biri özünü sakit apardı. Bu nadinci idi, belə yaxşı mənada. Axırıncı görüşümüz heç nə. Mənə dedi ki, mama, əskər gedirəm. Mən də elə bildim, zarafat eləyir də. 5 manat pul verdi mənə. Mən də götürdüm, verdim. O 5 manat da qanlı gəldi üstümə. Bacım oğlu da getmişdi, bacım oğlu da getmişdi, Afiq də getmişdi. Elə bil, onların anası ağlayırdı. Mənim də bu qızım deyirdi ki, mama, bibi də ağlayır, xala da ağlayır. Sən elə vecivə deyil Afiqi. Deyirəm, niyə vecivə deyil də? Mən onu Allaha əmanət eləmişəm. Onun telefonla da danışanda deyirdim ki, qır ermənilər. Məhliyə çıxırdım, uşaqlar soruşurdu ki, xala Afiq, uşaq anasını dindirərək, mənə elə danışırdı. Heç özündən heç nə danışmırdı. Uşaqlarının üçü də yaxşıdır. İndi evin körpəsi idi, əzizlənirdi, hamımız onu çox istəyirdik. Qırxı çıxmamışdı uşağın, bulağı düzəltdilər, sonra mahnı yazıblar dostları. Afiq üçün elə bir 40-dan bir gün qabaq gəldi dostları, televizorun üstünə bayraq qoymuşduq. Dedi, Kifayət xala, gəl otur da, oturdum, uşaqlar da oturdu yanımda, dostları. Gördüm ki, televizor yandırırlar, pis oldum ki, bunlar niyə televizor yandırırlar da. Gördüm, Afiq, sevindim. O da müharibədən sonra dostları gətirdilər, gəldilər. Dostları yox, daha doğrusu, orada indi şəhidin əşyalarını, hamısını göndərirlər evə. Göndərmişlər və indiyəcən qalıb, aça bilmirik onu. Çox yeri apardılar, o telefonu açılsın, aça bilmədilər. Döyüş yoldaşları da deyir, gələndən sonra, müharibədən sonra gəldilər bizə. Deyir ki, bir dənə Afiqdə idi telefon. Nə şəkillərimiz var, hamısı oradadır. O da ki, çalıblar koda düşüb, açılmır. Yəni, özü könüllü yazılıb. Dostları da mənə dedi ki, özü yazılmışdı Bərdəm. Axırıncı bu ermənilər elə bir ki, minamyot yağışına tutdular bizi deyir. Onda şəhid oldu. Bir ayadan döyüşdü.
Ondan sonra gətirmişlər ki, bizi düşürsünlər Füzuliyə dincəlməyə. Aşağıdan zaman gec gəldi. Onlar da minamöt yağışına tutdular bizi. Bir yəbi də şax damarından deyilmiş buradan uşağın. Elə bir 2 saniyə, 3 saniyə danışırdı ki, yaxşıyam, yaxşıyam. Zəng eləyirdim ona, ya götürürdü. Bir gündən bir danışırdıq axır. Deyirdim, yaxşıyam, yaxşıyam. Mən həkimdə idim, gördüm zəng gəldi, götürdüm, dostu idi. Dedi, Fərhad əmi, Afiq zəng eləmişdi, dedi, atama zəng çatmır. Dedi, deyərsən ona yaxşıdır, salamatçılıqdır. Axırıncı bir dənə onu deyiblər, mənə qutardı. O da ayın 19-u idi, bilmədim, 18-i idi oktyabrın. 24-ü də bu xəbəri dedilər bizə. Şəhid analarına səbir diləyirəm, atalara da, qazilərin də can sağlığı diləyirəm, onların da analarına səbir diləyirəm ki, göz dağıdır bala. Amma müəllimə, direktor indiyənəcən deyir ki, onun gülüşü, onun nə bilim, öyle valideynlər də deyir, o nə bir sinifdə oxuyan uşaqlar, anası da deyir ki, onun gülüşünü tanıyırdıq biz, zarafatı ilə. Şirin dil, mehriban olub, zarafatçılı olub, amma mərd olub, həm də güclü olub, mərd uşaq idi. Allah köməyiniz olsun. Mənim xalam oğlu da, dünya malı mənim xalam oğludur, o da sağ olsun, Allah kömək olsun, çəkiliş eləyirsiniz. Allah sizə də can sağlığı versin. Maysa xanım da xoş gəlib. Yad edirsiniz şəhid ailələrini. Allah balalarınızı saxlasın, Allah xoşbəxt eləsin balalarınızı. Yəni yaddan çıxarmırsınız bizi. Bugün biz yenə bir qəhrəmanımızın, yenə bir vətən oğlunun ailəsinin qonağı olduq. Qulamlı Afiq Fərhad oğlunun ailəsinin qonağı olduq. Sağ olsun belə qəhrəmanı, igidi yetirib boya başa çatdıran ata, anaya. Allah onlara uzun ömür, can sağlığı versin. Versin ki, qəhrəman şəhidlərini, şəhid evladlarını layiqincə yaşada bilsinlər. Ona halal nemət yedizdiriblər. Onun üçün də o, Tanrının cənnət məkanına vaxtından əvvəl getdi. Getdi ki, bu çirkabad olmuş dünyanın içində o da çirkaba batmasın. Təmiz, saf qəlblə, saf getsin. Özümüzlə bərabər yenə də ailəyə ənənəvi olaraq Quran-ı Kərim kitabını gətirdik. Gətirdik ki, özü ilə bərabər xoşbəxtlik, səadət, hüzn gətirsin. Əminamanlıq gətirsin, sülh gətirsin. Artıq Azərbaycan xalqı, millətimiz, dövlətimiz göz yaşı axıtmasın. Analar, atalar oğul itirməsin. Millətimiz torpaq itirməsin. Yağı düşmənlər torpağımıza bir daha ayaq basmasınlar. Əziz anam, Quran-ı Kərim kitabımızı sizə hədiyyə edirik. Ümid edirik ki, şəhidimizin cənnət köşəsində özünə layiq yer tutacaq. Milyon yerdən parçalanıb ürəyim, ağrısına dözmək olmur ay həkim. Yanar tonqal qalayıblar sinəmdə, atəşini gəlsən söndür ay həkim. Təzik düşür, gahda qalxır bilmirəm. Diz ağrıyır, qulaq çardır, görmürəm. Nə bəladır, əcəl gəlir ölmürəm. Cavan yaşda qocalmışam ay həkim. Soruşursan dərdin nədir, dinləsən. Yar köksümü, gəl qəlbimi dinləsən. Ürəyimi başqasına verməsən. Gücü çatmaz ürəyimə, ay həkim. Bəli, bu yaralı ürəklərə heç kimin gücü çatmaz. Şəhidlərimizin ruhu qarşısında baş əyirik. Qazilərimizə, xəstələrimizə şəfa diləyirik. Allah xalqımızı, ordumuzu, millətimizi qorusun. Bir daha torpağımız, millətimiz, evlad, vətən itkisi ilə qarşı-qarşıya gəlməsin. Bugün biz Afiqin evində olduq. Sabah sizin də qapınızı döyüb, biz gəlmişik deyəcəyik. Sağ olun. Yenə də üzümü tuturam Qafqaz Müsəlmanlar İdarəsinin rəhbərliyinə, 114 TV kanalının rəhbərliyinə, şəxsən kamera arxasında böyük işlərlə məşğul olan dəyərli Murad qardaşımıza
və onunla çiyin-çiyinə çalışan bütün kollektivə öz təşəkkürümüzü bildiririk. Şəhidlərimizi, qazilərimizi, vətən oğullarını unutmağa, unudulmağa qoymurlar.